İftar süfrəsi hər mömin arzusundadır ki, Ramazan ayında iftar süfrələri ilə insanların iftar açmasına vəsilə olsun. Amma indi burada bir mövzuya diqqət çəkmək istəyirəm ki, israfdan uzaq olacağıq. Yəni bir süfrədə bir şorba olsa və yəni bir şorba ilə də iftar açmaq olar. Yəni burada çeşid yeməklərə ehtiyac yoxdur və süfrəyə düzdür bu dostlar ola bilər, qohumlar ola bilər ki, silə-i rəhim, qohumlar çox önəmlidir İslam dinində və bu süfrələr də bizim üçün bəhanələrdir yaxınlaşmaq üçün. Ancaq ki, bu süfrədə yəni imkanı var, imkanlı insanlardan ibarət bir süfrə olmamalıdır. Yəni bu süfrəyə ehtiyacı olan, məzlum və yaxud da ehtiyac bir sahibi olan insanları süfrəyə qonaq etmək olar ki, o insanların açdığı orucun savabı da həmin iftar süfrəsi açan insana gələr və o insanlardan da heç bir şey əksilməz. Yəni savab olaraq heç bir şey əksilməz və o iftar anında edilən dualar da mütləq şəkildə qəbul olur. Ki, azan oxunur, ya xurmanımı və yaxud da suyumu yaxınlaşdırırıq, içmədən əllərimizi açıb dualar edəcəyik. Gözəl bir şəkildə ümmət üçün, vətən üçün, millət üçün, ailəmiz üçün, nəslimiz üçün gözəl dualar edib sonra yəni istifadə edəcəyik bu gözəl məqamlardan, sonra iftarımızı açacağıq.